Əgər yaxşı işləməsələr, məbədin bütün xidmətçiləri tənbih olunacaqlar. Bütün xidmətçilər. Hamısı. Məryəm bizim qohumumuz olduğu üçün onu istisna eləməməliyik. Mən dəqiq bilirəm ki, tənbih qəsd və qərəzdən olmayıb. Biz hamımız Məryəmi sevirik. Bəli. Amma uşaqlar indidən ağrı və çətinliyin mənasını dərk eləməlidirlər. Siz bunu daha yaxşı bilməlisiniz, cənab Zəkəriyya. Belə də onları tənbih eləmək lazımdır. Bu uşaqlar dəcəldilər. Əgər onlar biz tərəfdən heç bir maniyə görməsələr, bu məbədin altını üstünə çevirərlər. Ona görə də qorxmalıdırlar. Onların hamısı məndən qorxurlar. Mən də onları qorxu içində saxlayıram. Yadınızdadır, cənab Zəkəriyya. Biz sizin şagirdiniz olanda... Mən heç vaxt sizə zərər yetirməmişəm. Siz yox. Amma digər müəllimlər bizi döyürdülər. Vəhşicəsinə bizi şallaqlayırdılar. Ağrı acı həmişə canımızda olardı. Bu ağrılar, qəzəblər, kinlər, onlar insanı düzəldir, təcrübəli eləyir. Nə danışdığını bilirsənmi, cənab-i ərbağım? Kin və qəzəb möminə xas olan keyfiyyət deyil. Kin insanın sinəsini yandırır və ilahi nifrinə səbəb olur. Qəzəb isə insandan sevinç və şadlığı uzaqlaşdırır. Həyat dərdlə doludur. Zəkəriyya. Herod, imperatorun qoşunları ilə Yerusəlimə hücum eləyəndə, onun əskərləri, kahinləri rəhimsizcəsinə qətlə yetirirdilər. Mən yarayanmış taxtaların altında qalmışdım. Roma əskərləri başımın üstünə gəldilər. Ayağım yansa da qışqırmırdım. Hərəkət eləmirdim. Özümü ölülüyə vurmuşdum. Onlar məni ölü təsəvvür eləyib, yan keçdilər. Bu ağrıya dözmək canımı xilas elədi. Ağrı, ağrı. Bu kamalın sirridir. Ağrı adlı bu ali ləzzəti məbədin bütün xidmətçiləri, bütün tələbələri dadmalıdırlar ki, yaşaya bilsinlər. Bu yara ürəyini çirkin, vücudunu isə ilahi bəndələrə qarşı nifrətlə doldurmuşdur. Yaxşı fikirləş. Cənab Heyləl, sizdən Məryəmi məbəddə işləməkdən azad eləməyinizi xahiş eləyirəm. Salam Yusuf. Nə olub? Heç nə. Niyə ağlayırsan? Baba, hardaydın, hə? Sən burada olmayanda Məryəmə çox əziyyət verirlər. O tənhadır, çox tənha. O ilahi bir möcüzədir. Yəhudi şoranlığında bitən bir güldür. Kimsə onun qədrini bilmir. Mən cənab Yarbamın başına elə bir iş gətirəcəm ki, elədiyimdən peşman olacaq. Görərsən. Sakit ol. Məryəm hardadır? Orada. Salam Məryəm. Salam. Məryəm, mən cənab Heyləl ilə danışdım. Sən bugündən etibarən heç bir iş görmə. Ancaq istədiyin vaxt ibadətlə məşğul olacaqsan.
Bəs məbədin işləri necə olsun? Məbədin yetərincə xidmətçisi var. Allaha şükür. İndi isə istirahət elə. Onu daha heç kim incidə bilməz baba. Bəli, ümidvaram. Məryəm çox işləyirdi. Mənə dediyinə görə işləmək onu narahat eləmir. Yalnız insanlar arasındakı münasibətlər onu narahat eləyir. Allahdan ona ibadət eləmək üçün şərait yaratmasını istəmişdi. İndi də duası qəbul olundu. Deyirlər Məryəmi işdən azad ediblər. Yaxşı, bəs bizim qab-qacaqları kim yuyacaq? Kim yuyacaq? Əlbəttə özümüz. Kahinlər deyirlər ki, qadınların məbədə girişi qadağandır. Amma kimdir onların sözünə qulaq asan? Qadın nə kar edir ki, məbədə girsin? Qadın haram məbəd Gördünüz nə oldu? Onu gərək işləməkdən çoxdan azad eləyəydilər. Deyirlər qadınlar heç bir işə qarışmamalıdırlar. Mənə deyin görüm, kişilər bizim kimi iş görə bilərlər? İş görməkləri bir yana. Məyər kişi qadınsız bir gün yaşaya bilər? Hə? Heç vaxt. Pul eşrəm. 10 sikkəyə 5 çəkəcəm. Gerçin! Pul eşrəm. 10 sikkəyə 5 çəkər. Parça var, parça. Göyərçin alın! Sizə düşərli olar! Göyərçin alın! Çin parçaları. Göyərçin alın! Allah dualarınızı qəbul eləsin. Allah sizə xeyir, bərəkət versin. Cənab Zəkəriyya, biz şadıq ki, məbədi sizin qohumlarınız idarə eləyir. Amma səduqilərə qarşı siz daha çox lütfükarsınız. Xudahafiz. Xudahafiz. Salam Məryəm. Salam baba. Əzizim, burada eləşmisən? Bugün keyfin necədir? Əlin hələ də ağrıyır? Yox, daha yaxşıyam. Məni bağışla. Mən bu qədər səni tənha qoyduğum üçün müqəssirəm. Amma başqa çarə yoxdur. Cəlilə ilə buranın arası çox uzaqdır. Baba, Can, mən uşağım. Başa düşmürəm. Niyə böyük adamlar bir-birləri ilə həmişə dava eləyirlər? Mənim ki, onlarla bir işim yoxdur. Onlar niyə məndən pis rəftar eləyirlər? Axı niyə insanlar bir-birlərinə qarşı kinlidirlər, bir-birlərini sevmirlər? Allah bilir ki, mən cənab Yərbağımı çox istəyirəm. Baba, mən narahatam. Bəlkə elə bir iş görmüşəm ki, mənə acığı tutub. sən necə lazım deyiləsən, pak və günahsız. Atan İmran da bu cəmaata nə qədər sevgi ilə yanaşırdısa, bir o qədər onlardan əziyyət görürdü. Axı niyə? Çünki o Allahın peyğəmbəri idi. Amma bunlar da Allahın peyğəmbəri Məsihin intizarındadılar. Bunlar ona da çoxlu əziyyət verəcəklər. O insanlardan nə istəyəcək? Heç. Musanın şəriyyətini İsa'nın dilindən eşidəcəklər.
Çünki indi insanların arasında yayılan bu din tamamilə Musanın dini deyil. Uzun illər ərzində İsrail oğullarının qüdrət və var-dövlət sahibləri Musanın dinini özləri istəyən şəklə saldılar. Deməli, Məsih də çox əziyyət çəkəcək. Kimsən? Sənsən, Məryəm. Niyə burada oturmusan? Niyə ağlayırsan? Mən anamı istəyirəm. Mən gedim biraz su gətirim. Nə oldu? Nə oldu, Hənna? Nə oldu? Hənna, bacım, bu həsrət səni yaman üzdü. Mən yaxşıyam. Yaxşıyam. Neyniyim? Öz əlimdə deyil. Fikri, xəyalı bir an məni buraxmır. Hara baxıramsa, surəti gözümün qarşısında canlanır. Mənim övladım yoxdur. Amma Allaha and olsun səni başa düşürəm. Belə getsə sən çox davam gətirməzsən. Deyirəm, bəlkə onu görmək üçün məbədə gedəsən. Mən onun yanına çox getməməliyəm. Ola bilər məni görsün. Məbəddə qalmaq onun üçün çətin olsun. Məryəm? Məryəm dözümlü uşaqdır. Mən əhd eləmişəm. Sənin əhdin Məryəmdən ayrılmaq deyildi. Sənin əhdin onu məbədə göndərmək idi. Bunu da elədin. Hənna, bu məhəbbət ilahi məhəbbətdir. Get balanı gör. Get. Get öz sevimli balanı ağuşuna al, Hənna. Mənim qonşum buradan gözəl bir parça alıb. Ay qardaş, almışsın, yerinə qoy. Bu neçəyədir? Xanım, ən gözəl zinət əşyası. Ucuz qiymətə verirəm. Bu qolbaq neçəyədir? Sizin üçün 10 şəkələ. Topu 2 şəkil. Mən ondan bir top istəyirəm. Ay qardaş. Yaxşı danışdın. Ver. Bu elə də baha deyil axı. Sap ol. Ey bəni İsrail! Məsih gəlməzdən və qarşınızda durmazdan əvvəl özünüzü təmizləyin. Axı nə vaxta qədər tamahkarlıqla dünya işləri ilə məşğul olacaqsınız? Nə vaxta qədər axirətinizdən xəbərsiz qalacaqsınız? Bilin ki, qiyamət günü Allahın qarşısında duranda Məsih etdiyiniz əməllər ucbatından sizə şəfaət eləyə bilməyəcək. Tezliklə o gələcək və siz yetimlərin malını mənimsədiyinizə görə
Xilaskarımızın dilindən şallaq yeyəcəksiniz. Ey çəkidə alladanların, sərrafların pulu ilə dolananlar, ey bu zülmün qarşısında sub ona rəvac verənlər. Siz özünüzü fərisi adlandırırsınız və Allaha ixlasla ibadət eləmək istəyirsiniz. Kahin libası geyinib, müqəddəslərin sözlərini əzbər eləmisiniz. Amma haqq və həqiqət yolunda bir addım Bu belə məbədin atmamışsınız. kənarında oturan həmin qadın deyil? Bəli, odur. Axşama qədər Bu qadın rahibliyi, başdan hər ayağa kimin şər yolunu böhtandı. təbliğ eləyib, Gəldiyi haqdan, gündən nə özü ədalətdən rahatlıq tapır, danışırsınız. nə də qoyur ki, biz rahat Amma yaşayaq. qəlbinizdə var dövlət hərisliyindən, dilinizdə isə avamları allatmaqdan başqa heç nə yoxdur. Bilin ki, Məsihin qəzəbinə düçar olacaqsınız. Çünki o ədalət və təqva ilə hökm çıxarır. O sizin yalan Görürsünüz əməllərinizi Mikail? aşkar eləyib, haqqı mütləq bərpa eləyəcək. Həqiqi dindarlar siz fərisilərlə yola getmirlər. Səbr eləyin, qoyun dili qızışsın. Növbət siz səduqilərə də çatacaq. Sizin burada nə işiniz var? Gedin dərsinizi oxuyun. Ey söz sərrafı, yaxşı olar kəndirini bərk düyünləyəsən. Bəlkə onda Allah sənə şəfa verdi. Qorxma, Allah şəfamı verəcək. Sən hardaydın? Niyə indiyə qədər Məryəmin görüşünə gəlmədin? Onun gözləri elə hey yol çəkir. Məryəm hardadır? Halı yaxşıdır. Mən onu görə bilərəm. Biraz səbr elə. Harda olsa indi gələr. Daha dözümüm yoxdur. Neçə müddətdir yemirəm, yatmıram. Xəstəlik məni taqətdən salıb. Səni xəstələndirən Məryəmdən ayrı düşməyindir. Canım mənim, gör nələr çəkirsən. Axı bu əziyyətlər nəyə lazım? Səbr elə. O mütləq gələcək. Məryəm! 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 Onu niyə çağırdın? O məni görməməlidir, görməməlidir. Niyə? Axı qorxuram məni görər. Burada qalmaq onun üçün çətin olar.
Salam xalacan. Salam Məryəm. Necəsən? Yaxşıyam. Razısan Məryəm? Günün yaxşı keçir? Bəli, Allaha şükür. Xalacan, anamdan nə xəbər var? Yaxşıdır. Anan yaxşıdır. Onun üçün çox nigaranam. Bilmirəm halı necədir. Məyər bilmir ki, onu nə qədər çox istəyirəm? Mənim ki, dünyada ondan başqa bir kimsəm yoxdur. Cənab Zəkəriya da az gəlir. Anam haqqında fikirləşəndə özümü lap tənha hiss eləyirəm. Yaxşı, mən gedim. Xudahafiz. Sənin halın yaxşı deyil. Bütün bədənin titrəyir. Mütləq təbib çağırmaq lazımdır. Təbibimi gördüm. Amma ona əlim çatmadı. Mən onu uzaqdan gördüm. Səsini eşitdim. Daha dünyada başqa arzum yoxdur. Xudahafiz. Məryəm. Ona nə oldu? Birdən-birə yıxıldı. O nəfəs almır. Hənna! Hənna! Yox! Yox! Hənna! Ananın uşağından ayrılması necə də çətindir. Amma o Məryəmə yaxşı bir an oldu. Allahın qisməti beləymiş. Səbirli olmağa çalış. Hənna nəzrini yerinə yetirdi. Necə də çətin bir nəzir idi. Onun razılığına sən də razı ol, Elizabet. Axı ürəyim parça-parça olur. Həyatının ən şirin, ən gözəl anında Məryəm ondan ayrıldı. Mənə dedi ki, Məryəmdən ayrı olmaq məni yandırıb yaxır. Yaxşı oldu ki, onu görmək üçün məbədə getdi. Yaxşı ki, balasını görəndən sonra başını yerə qoydu.
Məryəm. Ona necə xəbər verək? Salam Məryəm. Salam baba. Nə fikirləşirsən Məryəm? Mənim hesabıma görə 6 ay 17 gündür ki məbədə gəlmişəm. Sənin üçün çox çətin keçir? Xeyr, amma hər gün anamı fikirləşirəm. Hər gün fikirləşirəm görəsən, anam məni nə vaxt görməyə gələcək? Günlər keçir, gecələr yetişir, anam isə gəlmiş. Ürəyim çox darıxır, qəribə hisslər keçirirəm baba. Baba, bir şey soruşum. Məyər bir ana öz doğma övladını unuda bilər? Yox, unutmaz. Bəs niyə anam məni görməyə gəlmiş? Nə oldu? Niyə ağlayırsan baba? Mənim də çox sevdiyim anam yadıma düşdü. O da səni tək qoydu? Bir gün odun gətirmək üçün meşəyə getmişdim. Qəflətən səndə olduğu kimi qəlbimə ağır bir qəm-qüssə çöktü. Mən də içimdə izah eləyə bilməyəcəyim qəribə bir hiss keçirirdim. Qaydan zaman bir dəstə insanın evimizin ətrafına toplaşdığını gördüm. İnsanların arasından evə keçdim. Anam yataqda rahat uzanmışdı. Gözləri yuxuya getmiş kimi qapalı idi. Üzünün heç vaxt bu qədər rahat olduğunu görməmişdim. Sanki bir dəfəlik olaraq həyatın əzab-əziyyəti onu tərk eləmişdi. Əllərimi boynuna saldım. Üzünü öpdüm. Oyanmadı. Sən mənə bir şey demək istəyirsən baba? Mənim anam haqqında? Bəlkə mənim anam da? İndi başa düşdüm, niyə yanıma gəlmiş. Mənim məzlum və balaca Məryəmim.
Ey böyük Allah, anam dünyadan köçdü. Onu sənə tapşırıram. Anamdan məhəbbət və rəhmətini əsirgəmə. Məni də tək qoyma. Çünki ürəyim bərk sınıb. Çox qəmginəm. 10 il sonra. Biz bütün vaxtımızı sizi adam eləmək üçün sərf eləyirik. Dedim axı, küzələri ağzına kimi doldurmayın. Sonrasından da deyirsiniz ki, ağır idi. Özünüz demişdiniz ki, doldurun. Dili uzunluq eləmə. Ümumiyyətlə, bu suyu kimin üçün aparırsan? Yusif əmi üçün. Yusif, de ki özü gəlib götürsün. Ged işinlə məşğul ol. Yusif əmi. Nə olub? Baxın, onlar bizi incidirlər. Gözlə bir dəqiqə. Əziz həmkarlarıma salam olsun. Salam Yusif. Uşaqlar, siz gedin. Bunu özüm götürərəm. Əzizlərim, xidmətçilər zəif və gücsüzdülər. Onların sizin məhəbbət və diqqətinizə böyük ehtiyacı var. Bu məbədin adətidir, Yusif. Bizim özümüzü də belə tərbiyə eləyiblər. Elə isə uşaqlıq illərini heç vaxt unutmayın. Bu yanlış adətləri sizdən başqa kim aradan qaldıra bilər? Unutmayın, müqəddəs kitabın təlimləri deyir ki, heç vaxt, heç kəsə incitməyin. Cənab Aron, əgər məbədin xərclərinin nə qədər olduğunu bilsəydiniz, belə danışmazdınız. Biz ki, bazar sərrafları ilə istifadə müqaviləsini uzatmışıq. Yerüsəlimə gələn hər əcnəbi pulunu dəyişmək üçün təkcə sizinlə müamilə eləyir. Siz də onların hər birindən 3 sikkə bəhrə götürürsünüz. Onun da bir sikkəsi sizin cibinizə gedir. Bu bizə heç sərf eləmir. Cənablar, nəzərinizə çatdırım ki, Yahudilərin və məbəd zəvvarlarının da bütün nəzirləri sizin cibinizə axır. İndi Yahudi əskərləri gəliblər deyirlər ki, vergilər qalxıb. Məyər biz yazıq sərrafların nə qədər gəliri var ki, bu alverdə siz də bizə şərik olursunuz. Siz deyəsən unudursunuz ki, Herod bizdən də vergilər alır. Zəhmət çəkin, Herodun vergilərini ödeyin. Onda gərək biz borcların faizini artıraq. Sizin payınız həmin bir sikkədə yerində qalar. Sən dəli olmusan? Borcların faizini artırmaq? Bu ki, açıq aydın zülümdür. Aləm bir-birinə dəyər. İnsanlar indinin özündə də çox çətinliklə yaşayırlar. Hər gün aclıq və səfalətlə üzləşirlər. Sizi inandırıram, əgər belə getsə, onlar üsyan eləyəcəklər. Nə vaxtdan cəmaatın vəziyyətindən narahat olmağa başlamısan? Biz onların vəziyyətindən narahat olmasaq, bəs onda kim narahat olmalıdır? Cənab Yasakara nə oldu? Onu incitmək istəmirdim. Məni bağışlayın, cənab Yasakar. Bu sizə görə deyil. Bu xəstəlik illərdir ki, ona əziyyət verir. Məni bağışlayın. Bu ağrı məni taqətdən salıb. Deyirlər, İmranın qızı Məryəmin kəramətləri var. Niyə onun yanına getmirsiniz? Hansı xəstə üçün dua eləyirsə, həmin adam şəfa tapır. Əgər Məryəm bacarsaydı, öz ayağını əlac eləyərdi ki, axsamasın.
Bilirsiniz, Məryəmin ayağının ağrısı ibadət və namazda çox dayanmaqdandır. Bir bura gəlin, gəlin baxın. Məryəm, xəstələrimizə şəfa ver. Xahiş eləyirik, yalvarırıq. Məryəm, sənin Bizi dualarına buradan nabid ehtiyacımız var. göndərmə. Kömək elə. Xəstələrimizə şəfa ver. Çıxın gedin buradan, gedin. Çıxın gedin buradan. Bu vaxt məbəd işləmir. Gedin sabah gələrsiniz. Ona şəfa ver. Məryəm. Axı bu vaxtda məbəddə nə işiniz var? Uzaqlaşın buradan. Gedin, çıxın gedin buradan. Gəlin buranı. Gedin buradan. Hətta görüm. Gedin, çıxın gedin. Gedin buradan. Axı Rədd dedim. olun. Gecdi, gedin sabah Gözüm gələrsiniz. görməsin. Gedin buradan. Gedin buradan. Rədd olun buradan. Rədd olun. Məbədin ziyarətinə gələn adamların çoxu əslində Məryəmi görmək üçün gəlirlər. Siz özünüz də bilmədən onun təbliğatçısı olmusunuz. Bu qara cəmaat artıq bizi bezdirib. Avam cemaat xurafatı sevir. Bu da yeni bir oyun və məşğuliyyətdir. Hər halda bir gün adamlar Məryəmdən də yorulacaqlar. Bu müqəddəs kitab həyat kitabıdır. Biz Adəm övladları sanki qaranlıq gecədə azmışıq. Elə qaranlıq səhradayıq ki, yalnız göydə ildırım çaxan zaman düzgün yolu görə bilərik. Bilin ki, müqəddəs kitab və haqq olan Peyğəmbər bizim yolumuzun çırağıdır. Peyğəmbəriniz Zəkəriyanın ardınca gedin ki, cəhənnəmi özünüzdən uzaqlaşdıra biləsiz. Ey cəmaat, bilin ki, uzaqdan yalın ayaqların səsi gəlir. Məsih gəlir və o 200'lü pulpərəstləri taxtdan salacaq. Behişt o kəsə təqdim olunacaq ki, quru əncir və boya çörəyinin dadını bir miskinə daddırmışdır. O özü də bilmədən Məsihi qarşılamağa getmiş və onun zuhuruna hazır olmuşdur. Allah Davuda, ey Davud, günahkarlara müjdə ver, doğru iş görənləri isə qorxut deyə vəhy elədi. Davud buyurdu, günahkarlara necə müjdə verim və doğru iş görənləri necə qorxuzum? Allah Taala buyurdu, günahkarlara mənim tövbə qəbul eləyən və günahları bağışlayan olduğumu müjdə ver. Doğru iş görənləri isə etdikləri əmələ görə xudbin olmamaqları barəsində qorxud. Çünki hesab günü borclu çıxmayacaq bir şəxs yoxdur. Deməli, ey dostlar, xudbinlik həlak edəndir. Özünüzün yaxşı işlərinizi kiçik hesab edin. Özünüzü ilahi qarşısında müqəssir bilin ki, insanların xeyrinə olanı o bilir və insanı o yaratmışdır. Allah bu zülmü götürməz Herod. Hansı zülüm? Sən mənim şahlıq taxtacıma qarşı suiqəstə zülüm deyirsən? Mən suiqəst eləyən deyiləm, sən ki bilirsən. Hamı bunu deyir, hamı. Səndən illərdir ki yaşayıram. Xasiyyətinə də yaxşı bələdəm. Sən həmişə bədxalqların sözünə qulaq asıb qərar verirsən. Onların da hamısı mənim əleyhimədir. Mənə də görüm. Əgər günahsızsansa, ifratçı yahudilərlə ardıcıl görüşlərini nə ilə izah edərsən? Mən ehtiyacı olan yahudilərə kömək eləyirəm. Məyər onlara kömək padşaha xəyanətdir? Bəli, xəyanətdir. Məyər sən padşahın rəiyyətlərini öz təsirinə məruz qoymursan? Bir də görəcəyik ki, onlar padşaha tabi olmaq əvəzinə sənin əmrlərinə baş əyirlər. Bu ən böyük xəyanətdir. Siz düz demirsiniz. Mənim məqsədim sizin rəiyyətlərə diqqət yetirməkdir. Mən sizin həyat yoldaşınızam. Əgər onlar mən tərəfdən bir məhəbbət görsələr elə bilərlər ki, bunu sizin tərəfdən görürlər. Məyər istəmirsiniz ki, yahudilərin sevimlisi olasınız? Bunları mənə özünüz öyrətmisiniz. Belə hökmranlıq eləmək olmaz. Məyər atan padişah Antigonusun hakimiyyəti sənə dərs olmadı? Mənimlə müharibə eləyəndə o qorxu və qərarsızlıq içində çabalayırdı. Gördün ki, necə zillətlə məğlub oldu. O məğlub olmadı. Çünki onun adı həmişə cəmaatın ürəyində yaşayır. O ürəklərə hakimlik eləyirdi. Ürəklərə hakimlik eləmək isə hər padşahın işi deyil. Gördünüz sizə düz məlumat çatdırmışam. O məğlub olmuş atasının intiqamını sizdən almaq istəyir və unudulmuş nəslinin adını diriltmək istəyir. Bilin ki, mən Miriyam, yahudilərin böyük padşahı Antigonusun qızıyam. Atam 2. Hirkanusun nəslindən idi.
Bəli. Keçmiş padşahları hazırki qüdrətli şahın kölgəsində təhqir eləmək çox asan və əziyyətsiz bir işdir. Məncə, bu iş elə də xüsusi bir cəsarət tələb eləmir. Yaramaz! Atamı Roma imperatorunun əskərlərinin köməyi ilə məğlub eləmək sizə iftixar və başucalığı gətirmir, böyük padişah. Ey gözətçi! Gözətçi, bura gəlin. Onu aparıb qaranlıq zindana atın. Səni çarmıxa çəkdirəcəm. Dərivi diri-diri soyduracam. Elə bir iş görəcəm ki, it kimi ayağıma düşüb yalvaracaqsan. Aparın onu. Əlahəzrət, Miryam xanımı? Axı bu Miryam Aparın xanımı... dedim onu. Herod, bir gün verdiyin zülümlərin cəzasını çəkəcəksən. Bundan əmin ol. Gördünüz o çirkin, mənfur niyyətini necə dilə gətirdi? O qürurlu qadındı, bacım. Padişah Antigonosun qızından bundan artıq nə gözləyirsən ki? Ah! Sənin bu qadına olan məhəbbətin tükənən deyil. Görmədin ki, o səni necə təhqir elədi? O məni təhqir elədi. Amma etiraf eləmədi. Etiraf eləmədi. Bir vaxtlar atamın şahlıq dövründə də bu zindandan istifadə olunurdu. Yəqin o heç vaxt təsəvvür eləməzdi ki, bir gün öz sevimli qızı da bura düşə bilər. Hər halda bura Davud və Süleymanın səltənəti deyil. Əgər sultan atam kimi adi insan olursa, onun zülmünə hər bir adam tuş gələ bilər. Bəlkə mən atamın dövründə bu zindanda çürümüş bir məzlumun naləsini ödəyirəm. O vaxt mən qayğısız bir qız idim. Cəmaatın əzab əziyyətindən xəbərim yox idi. Bəlkə mən neçə il əvvəl bir anlıq Məryəmi uzaqdan görməyimin əvəzini ödəyirəm. O vaxtdan taleyin çarxı mənim əleyhimə fırlandı. Sakit ol Miryam, sakit ol, döz. Bəlkə bu, o dünyaya köçməzdən əvvəl verdiyim sonuncu imtihandı. Amma kaş ki bir dəfə də onu görə biləydim. Məryəm. Məryəm.